dəqiqəlik sükut həyatı. Allah rəhmət eylesin. Naxçıvan arxivləri tərəqqi tarixi və zəngin ənənələrə malik Naxçıvanın əvəzsiz mənəvi sərvəti olan arxiv sənədlərinin mühafizəsi, mədəni tarixi irsimizi və qəhrəmanlarımızın izlərini bu günədək yaşadır. Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin hamınızı sənin qəlbdən salamlayıram. Ulu Öndərin öz fəaliyyətini arxiv işindən başlamışdır. Yəni bunun nə qədər böyük əhəmiyyət daşıdığını ümumilli liderimizin təsvərsiz deyil ki, öz fəaliyyətini arxivdən başlamışdır. İnzibati xəritəsini təqdim etmək özəyəm. Milli münasibətilə can sağlığının və xəliyyətlər olsun. Arxiv işi Naxçıvan Dövlət Universiteti üçün və dövlətdə Naxçıvan Respublikasında yaşayan tədqiqatçılar üçün bu idarə, bu müəssisə sözünə əgin olmasında nəvəli olub. Zəfərlər arzulayıram və Danışmağı və insanlarla ünsiyyət qurmağı bacarmağı. Arxiv mənim üçün çox doğma bir yerdir. İndi də elə bilirəm ki, gəncliyim orada keçirdim mən. Orada gözəl insanlar tanımışam mən. Mən onlarla, mən fəxr eləyirəm ki, orada işləmişəm.